Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. Deməli, mən sizə bu gün tabeli mürəkkəb cümlə haqqında danışacağam. Keçən dəfə tabesiz mürəkkəb cümlə haqqında danışdıq. Biraz ondan tabesizdən fərqli olaraq məntiq tələb edən dərsdir. Mövzudur. Lakin üzərində o məntiqi ardıcıllığı qoruyub saxlasaq, məncə daha rahat tapa biləcəksiniz. Tabeli mürəkkəb cümlə adından məlumdur ki, qrammatik cəhətdən nə olmalıdır? Biri digərindən, yəni sadə cümlələrdən biri digərindən asılı vəziyyətdədir. Tabeli mürəkkəb cümlədə tabe edən, yəni müstəqil hissə baş cümlədir, işarəsi də budur. Amma aslı olan hissə isə nədir? Budaq cümlədir. Budaq cümlənin funksiyaları nələrdir? Budaq cümlə baş cümlədə buraxılmış üzvün yerində işlənir. Yəni baş cümlədə buraxılmış üzvün, yəni baş cümlədə buraxılan üzv budaq cümlədə öz əksini tapır. Məsələn, inanmazdım ki, sən belə edəsən. Bizə demişdilər ki, getdiyiniz yerdə belə deyək də mənzildə alacaqsınız və s. məzuniyyət alacaqsınız. Aydın görünür ki, baş cümlələrdə nəyə, nəyi sualına cavab verəcək tamamlıqlar buraxılır. İnanmazdım ki, nəyə inanmazdım? Budaq cümlədə isə həmin buraxılmış üzvün yerində işləm. İnanmazdım ki, sən belə edəsən. Nəyə inanmazdım sənin belə etməyinə və s. və əlaxır. Birinci elementar məsələ buradan başlayır. Budaq cümlədə, baş cümlədəki əvəzlik qəlbini deyəndə ona, buna, onu, bunu, onda, bunda, elə, belə, o vaxt, o zaman, ona görə, buna görə, odur, budur məzmununu açır. Yəni, baş cümlədə bir məhsul, əvəzlik qəlb var, budaq cümlədə bir növ onun açmasıdır. Məsələn, bircə ondan razıyam ki, özümdən narazıyam. İstəyim budur ki, nədir istəyim? Bizi unutmamaq. Elə adam olmalısan ki, necə adam olmalısan, haqqında pis danışmasınlar. Günlər o vaxt rahatlaşar ki, nə vaxt rahatlaşar? Siz hamınız onun yanında olasınız. Bu işdə məqsəd odur ki, bu işdə məqsəd nədir? Biz birləşə bilək. Bu cümlələrdə üzv buraxılmayıb. Sadəcə üzv nə olub? Əvəzlik qəlblə ifadə olunub. Amma o üzvün izaha, açıqlamaya ehtiyacı var. Həmin izah isə harda olur? Budaq cümlədə öz əksini tapır. Buradan da çıxmaq olur ki, ona, buna əvəzlik qəlblər harda olur? Baş cümlədə olur. Bəzi budaq cümlələr şərt və yəni qarşılaşma budaq cümlələri baş cümlənin bütövlükdə ümumi məzmununa aid olur. Məsələni ona desək, hər şeyi həll edər. Nə qədər çalışdımsa Rəşadı razı sala bilmədim. Birinci nömrədə budaq cümlə, məsələni ona desək, bütövlükdə baş cümlənin məzmunu ilə bağlıdır. Onun qarşısında şərt qoyur. İkinci nömrədə isə tərkib hissəsində fikirlər qarşı-qarşıya qoyulur. Bax, burada da əsas məqamlardan birinə rast gəlmək mümkündür. Beləliklə, birinci və ikinci bəndədə budaq cümlə, baş cümlə hər hansı bir üzvünü, tutaq ki, mübtədanı, tamamlığı, xəbəri, zaman zərfliyini, təyini izah edirsə, üçüncü bənddə, burada sadalayıram amma bayaqdan, budaq cümlə konkret bir üzvü izah etmədən bütövlükdə baş cümlənin ümumi məzmununa aid olur. Sual hansı cümlədə ortaya çıxırsa, baş cümlə o tərəfdədir. Bax, sual. Deyir ki, o elə tələbədir ki, heç vaxt müəllimini peşman eləməz. Sual birinci hissədə ortaya çıxdı. Deməli, birinci nədir? Baş cümlədir. Əvəzlik qəlbdə həmişə harda olur? Baş cümlədə olur. Deməli, suallarda çıxırsa, ora baş cümlədir. Çünki başı izah edən nədir? Budaq cümlədir. Tabeli mürəkkəb cümlədə baş budaq cümləni bağlayan vasitələr. Birinci tabellik bağlayıcılarıdır. Məlum məsələdir ki, bu tabellik bağlayıcıları məsələn, aydınlaşdırma bağlayıcısıdır ki, kinin çıxmağına tabeli bağlayıcı bir qayda olaraq budaq cümlədə olur ki, əsasən baş cümlə budaq arasında gəlir. Səbəb və aydınlaşdırma tabeli bağlayıcıları ki, belə ki, çünki ona görə ki, odur ki, işlənən tabeli mürəkkəb əksinə baş cümlə əvvəl, budaq cümlə ikinci gəlir. Amma əsas məqam ki bağlayıcısında elə cümlə var ki, birinci budaq cümlə gəlir. Bu da zaman məzmunu əvəzi yenicə təzəcə sözləri olarsa və ya zaman məzmunu ifadə edərsə. Bunun ətraflı növbəti hissələrdə rastlaşacaq. Bağlayıcı sözlərlə. Baxın, bağlayıcı sözdə nə olacaq? Oxu da göstərir. Birinci budaq, ikinci baş quruluşlu tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş cümləyə bağlayan əsas vasitə kimi çıxış edir. Bağlayıcı sözlər çox vaxt sual əvəzlikləri və bağlayıcı söz nədir? Sual əvəzlikləri və yaxud sual əvəzliyi plus ki ədatı ilə ifadə. Əvəzlik gəlib nerede oldu? Birinci baş, ikinci budaq. Amma bağlayıcı sözlər isə nə olur? Sual əvəzlikləri plus sual əvəzlik ki ədatı olur. Budaq cümlədə yerləşir. Demək, bağlayıcı sözlər harada yerləşir? Budaq cümlədə yerləşir və sintaktik funksiya daşıyan cümlə özü olur. Məsələn, kim zəhmətə qatlaşır, o da qazanır. Mən nə istəyirəm, onu da əldə edirəm. Nədən ki, qorxuram, onunla rastlaşıram. Sual əvəzlikləri məlum məsələdir ki, bunlar hansılardır? Bağlayıcı söz kimi işləndikdə sual mənasını demək olar ki, itirir.
Deməli, bax buradan biri bu sual çıxır ki, sual əvəzi ilə nə zamansa sual məzmununu itirə bilərmi? Əlbəttə itirə bilər. Elə bu tabeli mürəkkəb cümlə qaydasında. Bağlayıcı sözləri bağlayıcılarla qarışdırmaq olmaz. Bağlayıcı köməkçi nitq hissəsidir. Bağlayıcı sözlərin fərqli olaraq müstəqil leksik məna daşımır. Sualı olmur. Təbii ki, cümlə üzvü də olmur. Budaq cümləni baş cümləyə bağlamağa xidmət edir. Amma bağlayıcı sözlər deyir ki, əvəzliklə ifadə olunduğuna görə leksik məna daşıyır. Cümlə üzvü olur. Budaq cümləni baş cümləyə bağlayır və həmişə budaq cümlədə işlənir. Yəni bağlayıcılarla bağlayıcı sözlərin bir-birinə əsas fərqləri bundan ibarətdir. Bağlayıcı sözlər bəzən sual əvəzliyindən başqa digər sözlərlə. Deməli, bağlayıcı sözlər nədir? Sual əvəzliyindən başqa digər. Hər kəs ki, hər kim ki, hər nə, elə ki, o yerə ki, o zaman ki, o vaxt ki, kilərini əlavə etməni. Bu ilə də ola bilər və bunlara da mütləq diqqət etdirmək lazımdır. Məsələn, hər kim ki, mənə kömək etdi, görüm onu 1000 yaşasın. Hər kəs ki, mənə öncə evə çatdı, onu özümlə parka aparacağım. Şəkilçi, ədatlarla və bəzi modal sözlərinə bax, sa plus dadə. Uşaqlar bəzən deyir ki, bu bağlayıcıdır, bu bağlayıcı deyil. Bu nədir? Ədatdır. Sa belə, mı, düzü, bax, düzü, doğru, düzdür, doğrudur. Götürür mürəkkəb cümlənin qarşısında bunu verir. Uşaqları çaşdırır ki, bu nədir? 3 dənə cümlə var burada. Xeyr, bax bunlar tabeli mürəkkəb cümləni əmələ gətirən hissələrdir. Məsələn, deyir ki, yolu buradan düşsə, hər şeyi başa salarıq. Sə. Vaxtında gəlsə, gedərik. Razılıq verərsə, vəziyyət insanımıza incisəm də, sa plus dadə. Bütün gecəni yazıb pozsa da yorğun görünmürdü. Hava qaraldı mı, evə qayıt. Məni incitsə belə, sa belə. Düzü, bax, düzü. Mənə çətindir, amma doğrudur, qocalıb, lakin böyük təcvizi kömək olacaq. Uşaqlar, bax, bu iki cümlədə həmişə qarışdırırlar ki, burada nədir? Və bunlar varsa, bu nə olacaq? Tabeli mürəkkəb cümlə. Sa şəkilçisi, burada həm şərt şəkilçisi ola bilər, həm də isə hissəcinin qısaltması ola bilər. Məsələn, müəllim tapşırıq versə, yerinə yetirəcəm. Burada nədir? Şərt şəkilçisi. Əvvəlki qaydalara əsaslanmalı. Çünki kökə qoşulub. Qonşun pisdirsə, köç qurtar. Burada isə sa isə hissəcinin qısaltmasıdır. Niyə görə? Çünki biz bilirik ki, şərt kökə qoşulmalıdır. Amma burada kök söhbəti yoxdur axı. Bütün vəziyyət burada sa şəkilçisi budaq cümlədə olur və bağlayıcı vasitədir. Yalnız intonasiya ilə, məsələn, el bilir ki, el bilir sən kimsən, kini əlavə eləyə bilirik də bəzən. Nə kimsən, nəçisən, nəsə. Neçə eldir, onu görmürdü. Pis adamdır, yaxın durma. Əldən düşüb, ağır günləri çox olub. Göründüyü kimi, bu vaxt heç bir bağlayıcı vasitə olmur və baş və budaq cümləni bir-birinə bağlama işi yalnız tabeci intonasiya öhdəsində qalır. Yuxarıdakı tabeli mürəkkəb birincisi və ikincisinin əvvəl gələn baş cümlələrdə el bir, neçə, son iki bağlayıcısı əldə etmək mümkündür. Üçüncü və birincisində əgər bağlayıcısını eləmək olar. Xəbərin isə hissəcini. Dördüncü cümlədə isə gələn ağır günə çoxub əvvəlinə çünki ona görə ki artırmaq mümkündür. Yəni bəzən intonasiya ilə olanlara biz nə edə bilərik? Bağlayıcılar da əlavə edə bilirik. Yəni müəyyən bağlayıcılar da əlavə etməyimiz mümkündür. Bağlayıcı olsun, ədat olsun və s. və əlaxır. İntonasiya ilə bağlanan tabeli mürəkkəb cümlə əsasən nə olur? Birinci baş cümlə olur. Həmişə yox ha, əsasən. Baş və budaq cümlənin yeri. Baxın, indi gəldik əsas məqama. Baş və budaq cümlənin yeri onları bağlayan vasitələrlə müəyyənləşdirmək olur. Bayaqdan ümumi danışdıq. İndi gəlin baxaq. Əgər aydınlaşdırma və səbəb bağlayıcıları ilə bağlanan cümlələr varsa, burada birinci baş cümlə olacaq. Gəlmişdi ki, niyə gəlib? Görəcək işlər barədə məlumat versin. Gedib çıxırıq əvvəlki qaydaya. Nə dedik? Dedik ki, baş cümlədə tabeli, itirilən bir şeyi ortaya çıxartmaq üçündür. Səhər işə getməyib. Niyə getməyib bu işə? Hərarəti axşamdan yüksəlib. Adətən ki bağlayıcı birinci gələn baş cümlədən sonra işlər. Adətən. Amma istisna. Deməli, aydınlaşdırma səbəbdirsə birinci başda, ikinci budaqdır. Amma istisna ki var. Zaman budaq cümləli tabeli mürəkkəb cümlədə zaman olsa, ki bağlayıcısına bağlanıb budaq cümlə birincidə işlənən məqamlar var. Məsələn, təzəcə gəlmişdim ki, təzəcə gələndə, anda. Qapının yerində açanda onun mehriban həmsə eşitdim. Deməli, əgər ki, zaman məzmunu ifadə etsə, anda ilə əvəz olunsa, təzəcə yenicə, bax burada var, indicə, eləcə varsa, bu zaman birinci budaq gələcək, ikinci baş gələcək. Belə cümlə təzəcə, yenicə, indicə, eləcə bağlayıcı vasitə deyil, Bağlayıcı vasitə ki-dir burada. Sadəcə onlar bizə kömək eləyir ki, biz birinci bilək, budaq hansıdır, baş hansıdır. O yenicə bilirdi ki, bu işi həll etmək üçün müdirə xəbər vermək lazımdır. Burada yenicə sözünün olması demək deyil ki, birinci budaq cümlə gəlib.
Burada birinci cümlədə sual birinci cümlədən ikinci cümlə verildiğine görə birinci baş cümlə gəlir. Bax, o yenicə bilirdi. O nəyi yenicə bilirdi? Fikir ver. O yenicə bilir. O nəyi yenicə? Bu işarə etmək üçün müdirə xəbər vermək lazım olduğunu. Təzəcə gəlmişdim ki, zəng çalmışdı. Niyə zəng çalınmışdı? Təzəcə gəlmişdim. Yox, alınmadı. Zəng çalındı. Niyə zəng çalınıb? Təzəcə gəlmişdim. Təzəcə gələndə. Nə zaman zəng çaldı? Təzəcə görürsünüz. Bu tərsinə də sual verə bilir. Qapını yenicə açmışdım ki, onun mehriban həlim səsini eşitdim. Niyə qapını açmışdım, eşitdim? Yox. Onun mehriban həlim səsini eşitdim. Nə zaman? Qapını yenicə açanda. Görürsünüz, yer dəyişirik. Axı mən sizə bayaq dedim ki, budaqla başı ən rahat tapacağın üsullardan biri də başdakı o boşluqları budaqla izah eləmək lazımdır. Görürsünüz, əgər mən belə desəydim, təzəcə gəlmişdim ki, mən təzəcə gələndə nə baş verdi? Zəng çalındı. Yox, o məna alınmıraq. Anti ki, zəng çalındı. Nə zaman? Mən təzəcə gələndə. Bax, bunu izah eləməyimiz mümkündür. Tabe ilə mürəkkəb cümlənin tərkib hissə intonasiya bağlandıqda əsasən baş cümlə birinci işlənir. Məsələn, el bilir, uşaqlıqda onunla xələf olmayıb. 4 ay vardı, ananın gözləri. Bizə el bilirdi ki, 4 ay vardı ki, bax bunlar. İntonasiya ilə bağlanan şərt budaq cümlə, tabe ilə budaq cümlə olsa, şərt olsa, baş şərtdə. Budaq cümlə birinci işlənir. Məsələn, su istəyirsə, qoy içsin. Qoy içsin. Nə içsin? Əgər istəyirsə. Bir dəfə azadlıq edir ki, 2 dəfə oxu. Bir dəfə azadlıq edir, niyə? 2 dəfə oxusun. Yox, 2 dəfə oxusun. Niyə? Bir dəfə azlıq etdiyi üçün. Görürsünüz, tərsinə yenə mən izahla getdim ki, siz təkcə əzbərliklə getməyəsiniz. Deməli, buradan bizə aydın olur ki, aydınlaşdırma səbəb bağlayıcıları olanda, tabe ilə intonasiya ilə bağlananda əsasən baş cümlə birinci, ikinci budaq cümlə olur və istisnalarını da dedikdə ki ilə bağlı və ya intonasiyanın şərt məzmunu ilə bağlı olsa. Tabeli mürəkkəb cümlənin tərkib hissələri güzəşt və şərtlə olsa, yenə də budaq cümlə nə olacaq? Birinci işlənəcək. Hərçənd üzü gülürdü, amma ürəyindən qara qanlar. İndiki qərarın qətidir. Biz sənə bu işdə kömək edərik. Biz sənə bu işdə kömək edərik. Niyə? İndiki qərarın qəti olduğu üçün. Gördünüz? Baş cümlə ilə mən neynədim? Baş cümlədə olan boşluğa budağı qoyub istifadə edə bildim. Bunların sadə, sabələ, düzü, doğrusu bunlar varsa, birinci nə olur? Budaq, sonra baş cümlə gələcək. Məsələn, deyir ki, böyüklərə böyük kimi yanaşsan, hörmət qazanarsan. Başladı mı? Qurtarmaq bilməyəcək. Yorğun görünsə belə və s. Bu çox hissələrə baxanda, buradan baxanda biz avtomatik biləcəyik ki, burada birinci budaq gələcək, ikinci isə baş cümlə gələcək. Yəni budağımız budur, başımız isə kökdür. Yadda saxlayın, bir kökə bənzəyir də bu. İndi bəzi qeyd var. M ədatı ilə bağlı qeyd var. M ədatı işlənən mürəkkəb cümlənin sonunda sual işarəsi varsa, o zaman birinci baş cümlə işlənmişdir. Sual məzmunu yoxdursa, birinci budaq cümlə, M varsa. Alternativ olaraq M ədatı işlənən mürəkkəb cümlələrdə birinci cümlənin xəbərindən sonra ki bağlayıcı artırma mümkündürsə, baş cümlə budaq cümlədən öncə işlənir. Məsələn, axşam sabah çeşmə sənin başına. Bilirsənmi, necə canlılar dolanır? Bu misrada budaq cümlə baş cümlədən sonra işlənir. Dolanır. Çünki nə var? Nə dedik biz burada? Sual məzmunu. İnanırsanmı? O da bura gələcək. Birinci cümlə xəbərindən ki bağlayıcısı artıra. İnanırsanmı ki? O da bura gələcək. Fikir versə bağlayıcı işləndikdə məzmunda fərq əmələ gəlmir. Deməli, budaq cümlə baş cümlədən sonra işlənir. Yəni biz bunu ki ilə də tapa bilərik və sual məzmunu olur. Belə cümlədə M ədatı bağlayıcı vasitə nədir? Deyil. Bağlayıcı sözlü budaq cümlələri həmişə birinci işlənir. Məsəl üçün, nə qədər çalışdı, alınmadı. Bağlayıcı sözlü. Nə qədər çalışdı. Necə demişdim, kim getmək istəyir? Çünki dedi ki, bağlayıcı söz həmişə budaq cümlədə olur. Həmin budaq cümlə bir qayda olaraq birinci işlənir. Bu zaman ikinci gələn baş cümləyə qarşılıq söz isə əvəzlik gəlir. Yəni, bağlayıcı söz budaq cümlələrdə olur. Qarşılıq söz əvəzlik isə harda olur? Baş cümlədə olur. İndi baş cümlədə əvəzliklərin gəlin roluna baxaq. Bundan sonra da bu ilə də artıq yekunlaşacaq. Baş cümlədə əvəzliklərin rolu. Baş cümlələrdə işarə əvəzlikləri və işarə məzmunu ifadələr işlənir və budaq cümlənin növünə işarə edir. Müxtəlif formada olan o, bu, elə, belə, onda, bunda, odur, budur, ondadır, bundadır, ora, bura, orası, burası, o zaman, o qədər, o vaxt və s. Bu sözlər qəlib rolunu oynayır. Yəni cümlə üzvünün yerini tutur və budaq cümlə vasitəsilə müəyyənləşir. Baş cümlə işlənən həmin sözlərə şərti olaraq biz nə deyirik? Əvəzlik qəliblər və ya sadəcə qəlib
sözlər deyilir. Bunlar ayrı-ayrı cümlə üzvlərinin qəlibi, yəni yerini tutan kimi işləndiklərindən bunlar nə adlandırılıb? Belə adlandırılmışdır. Daha çox işarə əvəzlikləri ifadə olunan qəlib sözlər baş cümlədə hansı cümlə yerindədirsə, budaq cümlə onun adı ilə alınır. Məsələn, onu da bilirdik ki, sabah nümayəndə Türkiyədən qayıdır. Məqsədimiz bu uşaqlar yaxşı ixtisas sahibi olsunlar. Birinci cümlədə qəlib söz vasitəsiz tamamlığın yeri. Onu da bilirdik ki, sabah nümayəndə Türkiyədən qayıdır. Sabah nümayəndə qayıtdığını, onu da nəyi bilirdik? Bax, burada vasitəli tamamlıq. Məqsədimiz budur ki, məqsədimiz nədir? Burada da nədir? Xəbər izah eləməsi, yəni sahib olmaqları. Baş cümləsi ikinci gələn və bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümlədə işlənən işarə əvəzlikləri qarşılıq söz adlanır. Nə deyir? Deyir ki, baş cümləsi ikinci gələn və baş cümləsi ikinci gələn və bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümlədə işlənən işarə əvəzlikləri qarşılıq söz adlanır. Belə tabeli mürəkkəb cümlədə budaq cümlənin növü qarşılıq sözlə müəyyənləşir. Kimi nədir? Bağlayıcı söz. Tapşırmışam onu, qarşılıq söz və qəlib söz çağırın. Necə bağlayıcı söz? Elə qarşılıq söz və qəlib söz. Nə qədər bağlayıcı söz, o qədər qarşılıq söz və qəlib söz kimi götürülür. Nə dedi? Baş cümləsi ikinci gələn. Bağlayıcı sözlə bağlı tabirin işlənən işarə əvəzlikləri nə olacaq? Qarşılıq söz olacaq. Fikirləş, birincidə nə gəldi? Bağlayıcı söz. İkinci işarə əvəzlikləri isə o dediyimiz kimi nə adlandı bizim üçün? Qarşılıq söz adlandı. Əslində, qarşılıq sözlərdə əvəzlik qəliblərdir. Sadəcə, əvəzlik qəlib budaq cümlədən sonra gələn baş cümlədə. Yəni, budaq cümlənin qarşısına işlənən qarşılıq sözdə adlanır. Belə demək olar ki, bütün, bax qaydada, bütün qarşılıq sözlər əvəzlik qəliblərdir, amma bütün əvəzlik qəliblər qarşılıq söz deyildir. Əvəzlik qəlib dahadır. Yəni, baş cümlə birinci gələrsə, orada işlənən əvəzlik qəlib və qarşılıq söz yox, sadəcə əvəzlik qəlib deyirik. Çünki əvəzlik qəlib baş cümlədə olur. Ondan qorxuram ki, gedib qayıda bilməyəcəm. Nədən qorxuram? Gedib qayıda yuxarı elə oğlan necə oğlandı? Çünki biz demişdik, əvəzlik qəliblər baş cümlədə olurlar. Baş cümlədə qarşılıq söz, əvəzlik qəlib hansı cümlə üzvü yerindədirsə, budaq cümlədə onun adı ilə müəyyən. Məsələn, kimi axtardım, onu da tapdım. Necə tələbə elə birinci cümlədə qarşılıq tamamlığı, ikinci tərz hərəkətdir. Buna görə də birinci cümlə tamamlıq, ikinci cümlə tərz hərəkət, budaq cümlə tabeli mürəkkəb cümlədir. Göründüyü kimi qəlib söz və ya qarşılıq söz əsasən qəlib söz və qarşılıq söz əsasən işarə əvəzliklərindən ifadə olunur. Baş cümlədə yerləşir və sintaktik nə deyir? Göründüyü kimi qəlib söz və qarşılıq söz əsasən işarə əvəzliklərindən ifadə olunur. Baş cümlədə yerləşir və sintaktik yəni cümlə üzvü olur. Əvəzlik qəlib və ya qarşılıq söz budaq cümləni baş cümləyə bağlayan vasitə deyil. O vasitələri bayaq dedik. Bəzən əvəzlik qəlib işlənməsə də bərpa etmək olar. Məsələn, nəyi deyirsən gətirsin. Həmin cümlədə əvəzlik qəlib burada qarşılıq sözü yerinə qoysaq, nəyi deyirsən onu gətirsin. Bu ilə də avtomatik düzəlmiş olacaq. Tabeli mürəkkəb cümlə bu qədər. Yəni, bunun ən gözəl variantı testlərin üzərində tətbiq etməkləridir ki, oradan da daha rahat başa düşəcəksiniz. Sağ olun, salamat qalın.